Allah bağışlamamış bizi bu dünyadan aparma. Bu orucluğu bize axırıncı orucluq qərar vermə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Sən and verirəm mübarək Ramazan ayının hörmətinə, hər kimin nə hacəti var, nə dərdi var, bugün hacətin götürüb sənin evvə gəlib, hamımızın dərdlərimizə dərman elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şifaya acil mərhəmət elə. Ölənlərimizi qəriq rəhmət elə. Dünyadan köçən valideynlərimizə rəhmət elə. Qalanlarını, sağ olanlarını yerin göyün bəlasından hifz elə. Ömrümüzün axırınacan bizə halal minnətsiz ruzi mərhəmət elə. Bizi bundan artıq bir-birimizə mehriban elə. Bizi şeytan, nəfs-i əmmarə şərrindən hifz elə. Qəbrimizin əvvəl gecəsində Mövla Əmir-il-Muminini başımızın üstündə hazır elə. Dünya və axirət bizi ağamızın nur-i vilayətindən ayrı salma. İmam Hüseyin əleyhissalamın ziyarətinin həsrətində olanlara bu cəmə tezliyinə